Ötən həftə ölkədə yumurtanın qiymətində müşahidə olunan rekord ucuzlaşma alıcıların diqqət mərkəzində oldu. Bir sıra iri market şəbəkələri yumurtanı simvolik qiymətlərlə satışa çıxardı ki, bu da geniş müzakirələrə səbəb oldu. Bəzi satış məntəqələrində Hacıqabul istehsalı olan iri ağ yumurta 1 qəpiyə, kənd yumurtası isə cəmi 3 qəpiyə təklif edildi. Mütəxəssislər bildirirlər ki, qiymətlərin bu həddə enməsi bazarda yumurta bolluğu və yay mövsümündə istehlakın azalması ilə bağlıdır. Təklifin tələbi üstələməsi marketlərin geniş endirim kampaniyalarına getməsinə şərait yaradıb. Endirim kampaniyası alıcıların da marağına səbəb olub. Bir çox vətəndaş aşağı qiymətlərdən yararlanaraq yumurtanı ehtiyat üçün alıb. Bununla belə məhsulların keyfiyyəti ilə bağlı fərqli fikirlər səsləndirilir. Bəzi alıcılar aldıqları yumurtalardan razı qaldıqlarını desələr də, digərləri məhsulun keyfiyyətinin gözləntiləri doğrultmadığını bildiriblər. Evdə vardı, ona görə. Açıq sözü ona görə almamışam. Deyirəm, bir kəpi olar yumurta. Xeyr, inanmıram ki, keyfiyyətində problem olsun. Çünki qida təhlükəsizliyi nəzarət edir hamısını. Keyfiyyətlə bağlı əlbəttə ki, adamda şübhə yarana bilər. Yəni, hər bir şeyin öz dəyəri var axı. Dəyərindən aşağıdırsa, keyfiyyətin də aşağı olmasından xəbər verir, mən belə düşünürəm. Keyfiyyəti hələ ki, yaxşı idi, yalan deyərəm. Babal yanmar, günaha batarı. O birilərlə fərqləndirini görəcəyiz, fərqi var. O birilər sapsarıdır, ayət necə, elə ağdır elə bil. Emulsiyalıdır, ona görə, bəli, fərqi elə bundadır ancaq. Mən yemədim, açığı deyim sənə verdim qonşuya. Bəs hazırda yumurta bazarında vəziyyət necədir? TV Müsavatın əməkdaşı marketlərdə olub, qiymətlərlə maraqlanıb. Satıcıların sözlərinə görə endirim kampaniyaları artıq başa çatıb və qiymətlər əvvəlki səviyyəyə qayıdıb. Hazırda marketlərdə satışa çıxarılan ən ucuz yumurtanın qiyməti 19 qəpikdir. Kənd yumurtasını isə 40 qəpikdən aşağı qiymətə tapmaq demək olar ki, mümkün deyil.